ot kökü üstə bitirirlər. Axı qəhrəmanlar əvvəl öz qəhrəmanlığını oxuduğu dərsliklərdən, orta məktəbdən və bir də ailədə gördüyü tərbiyədən alır. Qəhrəmanımızın atasını bu yol boyu gələndə onun yaxın qohumlarını, qan qohumlarını, səmimiyyətini gördükdə mən necə qürurlanırdım. Sözün əsl mənasında, həqiqi mənada qürur verici anları görürdüm. Ancaq bir şey də xatırlar. Məqsəd nədir bəs? Səbəbi deyilik, torpaqları azad etmək. Bəs məqsəd nədir? Bu tədbirin məqsədi nədir? Bu tədbirin məqsədi unutmamaqdır. Bu tədbirin məqsədi yaşatmaqdır. Qəhrəman necə yaşayır? Xalq onu yaşadanda. Şeirlər yazılır, mahnılar bəstələnir, düzdür. İndi bir tədbirin gedişatında müğənniləri, xanəndəlik məktəbini oxuyan xanımı, şeir deyən yoldaşları, onun oxuduğu 148, yəni şəhidimizin vətən uğrunda həlak olmuş İsrail bəyin oxuduğu 148 sayılı orta məktəbin böyük bir kollektivini o stolun ətrafında, masanın ətrafında cəm olduğunu görəndə, əlbəttə, belə qürur hissi ilə demək olar ki, heç qəhrəman unudula bilərmi? Qəhrəmanı təkcə onun yaxın qohumları, atası-anası yox, onun dostları yox, onu unutmayan onun xalqı olanda növbəti qəhrəman yetişir. Məqsəd təkcə bunu unutmaqda deyil və yaxud unutmamaqda deyil. Məqsəd bir qəhrəmanı unutmayanda ona baxır, növbəti qəhrəman ruh alır, ruhlanır, ikinci qəhrəman yetişməyə başlayır. Yəni, bundan sonra taxtaqda qalan növbəti torpaqlarımızı mütləq alacaq növbəti qəhrəmanlarla, yəni İsraillər yetişəcək, yenə də davam edəcək. Bəs bu tədbiri kim yetişdirir? Gətirdi bu əsrə çıxar. Bildiyiniz kimi, hər bir tədbirin təşkilatçısı olmalıdır. Necə bir təşkilatçı? Mən o xanımı tanıyıram. Çox uzun illər olmasa da, yaxın illərdə mən onu tanıyıram. Sanki mən onu çoxdan tanıyıram. Onun Azərbaycan Respublikasının hər bir bölgəsində şəhidlərə, qazilərə, müharibə veteranlarına elədiyi qayğılar, özünün sosial şəbəkələrində və WhatsApp statuslarında, döydüyü qapılarda şəhidlərin və şəhid ailələrinin, şəhid ailələrinin ona olan məhəbbətini, sevgisini görmək məni də sevindirir. Bundan başqa mədəniyyətimizə və incəsənətimizə də çox yaxın insandır o qadın. Bəli, o qadın təkcə vətən uğrunda həlak olanların və döyüşçülərin yanında deyil, həm də mədəniyyətimizin və incəsənətimizin yanındadır. Axı yaxşı bilirik ki, insan təkcə qəhrəman kimi yox, eyni zamanda etik qaydalarla, mədəniyyətlə böyüyür. Mədəniyyət olmayan yerdə, intizam olmayan yerdə heç bir qələbədən söz gedə bilməz. Azərbaycan Respublikasının ali hərbi məktəblərində keçirilən kurslarda hamı yaxşı bilir ki, etik qaydalar, nizam-intizam başda durur. Hamınız yaxşı bilirsiniz ki, hətta o vaxt Çingiz xan da o suala belə cavab vermişdi. Nə ilə tutdun dünyanı? Güclü nizam-intizamla. İndi Sevda xanım da öz qarşısına qoyduğu tədbirlərin təşkilatçısı kimi nizam və intizamıyla bizi Bakıdan, bura, vətən torpağında, su boğuşanda həlak olmuş, vətən oğlu, vətən igidi, İsrail bəyi tədbirinə toplamaqda məqsədi onu həm unutmamaq, həm yaşatmaq, həm də bizi sevindirməkdir. Əzizlərim, gəlin onu alqışlarla, səhnə dəvət edək və eyni zamanda xanımın qeyri-hökumət təşkilatı var ki, həmin qeyri-hökumət təşkilatı indiyə qədər öz fəaliyyətini sizə söylədiyim amalda göstərir. Belə dostlar, vətən naminə İnkişafat Dəstək Cəmiyyətinin sədridir Sevda xanım Əliyeva. Özünün mehribanlığı, özünün sadəliyi, özündən kiçiklərə hətta sona qədər sizlə müraciət edən nümunəvi olan bu qadın, mən belə bilirəm ki,
bundan sonra da bizim dostumuz olacaq və biz də onun bütün təşkilatlarının təşkilatçılıq etdiyi tədbirlərin ən istiqamlı qonağı, sevimli qonağı olacaq əziz dostlar. Sevda xanım Gülməmməd qızı Əliyevaya mikrofonu təqdim edirəm. Qoy xanım öz ilk tədbirin təşkilatçısı kimi çıxış sözünü başlasın. Buyur əziz. Hər birimizi salamlayıram. İsrailin adını tutub bura gələn hər bir insana öz təşəkkürümü bildirirəm. Burada vallahi yeganə təşkilatçı varsa, yeganə əziyyət çəkən varsa, o da şəhidimizin atası, anasıdır. Onları gəlib ürəkdən alqışlayın. Şəhidlərimizə Allahdan rəhmət diləyək və sözü yenidən mən verirəm. Şair, bədii qiraətçi, həvəskar musiqiçi, vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qəmbərə. Təşəkkür ederim. Əziz dostlar, axı biz şəhidin təəccüb eqbalına gələnlər. Bu insan harada oxuyur, necə böyüyür. Xatirinizə bir film salmaq istəyirəm. Mən bəzən senarini qoyuram qırağa, proqramı da qoyuram qırağa, bildiklərini önə verirəm. Belə bir film var, baxmışsınız. Söndür telefonla. Belə bir film var, baxmışsınız. Sonuncu Samuray. Bəli, Yapon xalqı, Türk xalqının ən böyük dostudur. Tarixi burada basaz, bunu görəcəksiniz. Orada sual verir. İngiltərənin kapitan rütbəli əsir düşmüş və samurayların dostu olan yoldaşa deyir ki, sən mənə onun ölümündən danış, o necə öldü? Kapitan cavab verir, mən sizə, yəni imperatora cavab verir, Yapon imperatoruna, mən sizə onun necə ölümündən yox, onun necə yaşamağından danışacağım. Məsələ bugün bir qəhrəmanın necə yaşanması və necə qəhrəman olmasıdır. Gəlin görək qəhrəmanımız haqqında